Бірінші түркі халықтарының, түркі дүниесінің құрылтайы бір ғасыр бұрын өткен болатын. 1926-cı ildə Bakıda keçirilmiş birinci Türkoloji qurultayı ümumtürk irsinin tarixində ən parlaq və əlamətdar səhifələrdən biridir. Üstündən demək olar ki, bir əsr keçməsinə baxmayaraq, qurultayda səslənən ideyaların miqyası və fikir gücü bu gün də ilham verməkdə davam edir. Bu, 20-ci əsrin əvvəllərində Türk dünyasının görkəmli alimlərinin, dövlət və mədəniyyət xadimlərinin, ictimai fikir sahiblərinin, mütəfəkkirlərin gerçəkdən də epoxal forumu idi. Qurultayın nümayəndələri təkcə alim deyildilər, onlar öz dövrlərinin qabaqcıl düşüncə sahibləri, elm, mədəniyyət, ictimai və dövlət fikir nümayəndələri idilər. Təəssüf ki, onların əksəriyyəti sonradan repressiyalara məruz qaldılar. Məhz buna görə bizim, onların davamçıları və varisləri olaraq borcumuz bu elmi və mənəvi irsi qorumaq, yenidən dirçəltmək və təbliğ etməkdir. Qurultay nümayəndələrinin arzusu Türk xalqlarının müstəqilliyi, onların mədəni və siyasi oyanışı idi. Biz bugün müstəqillik dövründə yaşayan insanlar bu işi şərəflə davam etdirmək və Türk dünyasının inkişafı naminə çalışmaq borcundayıq. Bu münasibətlə xüsusi məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, biz Baku TV telekanalı ilə birlikdə bu möhtəşəm hadisənin 100 illiyinə həsr olunmuş unikal layihəyə start veririk. Bu mühüm təşəbbüs mənəvi irsimizin dirçəldilməsinə və ümumi mədəniyyətin təbliğinə yönəlib. Bu məqsədlə fond bir sıra tədbirlər planlaşdırır. Elmi konferanslar və tədqiqatlar, nəşrlər, xatirə görüşləri, mədəni təşəbbüslər, bütün bunlar bu irsi müasir nəslə və gələcək nəsillərə çatdırmaq üçündür. Bu yüksək missiyanın həyata keçirilməsi üçün əlimizdən gələni etməyə səmimi şəkildə səy göstərəcəyik. Qoy Baku TV telekanalı ilə birgə bu layihə bütün Türk dünyası üçün xeyirli olsun. Böyük babalarımızın vəsiyyətinə sadiq qalaq və qardaş xalqlar arasında mədəni və tarixi bağları daha da möhkəmləndirək. Mədəni muramızda məngülükке saqtaytın bolsun.